Ondan sonra mənim həyatım elə bir ki, belə çox parlaq oldu. Salam dostlar. Bugün yenə də sizinlə bir günümü paylaşmaq istəyirəm. Bugün şənbə günüdür və ilk yerimiz İctimai kanalın MAQ verilişidir. Tələbələrindən bura gəlmişəm. Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva. Bugün çox maraqlı çıxışlar olacaq. Musiqi məktəbinin şagirdləri gəlib. Niyə bu qədər Carmen obrazı sizin yaradıcılığınızda xüsusi və doğma bir yer tutur? Carmen operası ümumiyyətlə mənə çox böyük bir uğur gətirdi həyatımda. 19 yaşımda olarkən Azərbaycan Akademik Opera Balet Teatrının solisti oldum. Ən gənc opera solisti adını qazandım və ilk obrazlarımdan da Carmen'in rəfiqəsini oynayırdım. Mercedes adlı bir obraz xanımı oynayırdım. Ancaq həmişə arzum idi ki, Carmen'i oynayım. 21 yaşında da arzuma çatdım və ondan sonra mənim həyatım elə bir ki, belə çox parlaq oldu. Bu opera mənə çox böyük bir uğur gətirdi. Dünyanın müxtəlif konsert zallarında bu tamaşanı oynamışam. Uşaqda istedad var. Bunu ilk görüşdən təyin edirsiniz, yoxsa bunun üçün zaman lazımdır? 2-3 notdan artıq bilirəm ki, bu uşağın nə istedadı var, bunun səsinin tembrını da tez bilə bilərəm. Bu səsinin rəngini, onun səs duyumunu bizə sluh deyirlər. Mən ona tez elə birinci dərsdən bir neçə saniyədən artıq bilirəm ki, bu uşağın istedadı nəyə qədərdir. Uşaqlara siz nələrə öyrədirsiniz ki, səsini idarə edə bilsin, həyəcanı dəf edə bilsin, səsi titrəməsin? Ümumiyyətlə, həyəcan barəsində heç vaxt danışmırlar ki, sən həyəcanlanma. Ona görə ki, onları bir hazırlayıram, bilirsiniz necə, onlar artıq o qədər mükəmməl öz əsərlərini bilir ki, artıq özləri deyirlər ki, mən səhnəyə çıxmaq istəyirəm, mən böyük səhnələrə çıxmaq istəyirəm. İlk dəfə onlar fortepianonun müşayiəti ilə çıxırlar, ancaq ki, ikinci dəfə biz onları artıq orkestrla onlar səhnəyə çıxırlar. Mən 2019-cu ildə bayaqlarda qeyd etdim, öz orkestrim var, onların müşayiəti ilə çıxırlar. Bilirsiniz necədir, nə qədər çox hazır olsa tələbə, o qədər də o özünü 100%'lik hazır hesab edir və qorxu da olmur. Bizim istedadlı opera sənətçilərimiz var, sənətkarlarımız var ki, dünyada Azərbaycanı təmsil edirlər. Deyə bilərəm ki, bizim ümumiyyətlə xalqımız çox istedadlıdır və gənclərimiz çox istedadlıdır. Mütləq həm istedad olmalıdır, mütləq inkişaf üçün gərək çalışasan, çox çalışasan. Nəyin Allah Teala onsuz da deyir ki, səndən hərəkət, məndən bərəkət. Fidan xanım, biz sizin yaratdığınız musiqi məktəbində, vokal musiqi məktəbində söhbət edərik. Amma siz həm də vurğuladınız ki, festival təşkil edərsiniz. Bəs bu festivalı yaratmaq fikri necə gəldi? Bizim növbəti festivallardan gözləyir. Bəli, çox sağ olun. Bu adımı daşıyan Beynəlxalq Opera Festivalıdır. Artıq 3-cü ildir. Burada mənim məqsədim odur ki, gənc opera ifaçılara söz verməkdir. Evdən başlayır musiqi. Mütləq evdə siz özünüz dinləməlisiniz klassik musiqini, bizim böyük korifeylərin səslərini. Siz nə dinləsəz, o uşaqda da o zövq formalaşacaq. Ona görə də əziz valideynlər 3-4 yaşdan artıq uşaqları musiqiyə. Bu mənim sözlərim yox, bu çox məşhur bir Rusiyanın məşhur bir professoru, neyrolingvisti Tatyana Çernikovskanın sözləridir. Müslim Maqomayevin yaradıcılığını sevən, bütün əsərlərini ifa edən Rauf Məmmədzadə, 25 yaşı var, çox istedadlıdır. Artıq bu yaxınları da Muğam mərkəzində onun solo konserti oldu. Və mən çox sevinirəm ki, bizim böyük sənətkarımız Müslim Maqomayevin davamçıları gəlir, belə gözəl səslərimiz var. Don't you notice how I get wild when there's no one else around? Me and you are all good signs. Don't you dare look at me that way. Hey, hey.
efirimiz bitdi. İndi isə gedirik məktəbə. Sabah mənim üçün çox belə önəmli bir gündür. Sabah mənim tələbəm Leylanın solo konsertidir, ilk solo konsertidir. Maması da bizə qonaq gəlib. Mən Leylaya uğurlar arzu edirəm. Gerçekten çok çətin bir proqram oxuyur. İtalyan əsərlər oxuyacaq. Bizim böyük bəstəkarlarımızın əsərlərini oxuyacaq. Mən də təbii ki, ona dəstək olub, mən də ifam olacaq. Və enerjim tükənməsin, mütləq Vietnam kofe Rosso'dan içirəm ki, enerjim bütün günə bəs etsin. Aşık oldum sana ben. Bir sözüm var güzelim. O yazın yarına kadar bir nezer sar güzelim. O yazın yarına kadar bir nezer sar güzelim. Elvin xanım, sabah solo konsertidir. Bugün evə getsin, istirahət eləsin. Ona görə ki, çətin əsərlər oxuyur. İtalyanca məşhur Mozart'ın Barbarina ailəsini oxuyur. İspan əsəri, La Spagnola oxuyur. Sonra Santa Lucia, Ozira Cibəlinin Arşimallah operettasının Asyanın mahnısını oxuyur. Qızların xorunu oxuyur və s. əsəri, 10 əsər oxuyur. Ona görə bugün evdə gedib istirahət etməlidir ki, sabah inşallah uğurla konsert geçsin. La ha 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 ha. 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 La Bir neçə dəqiqə istirahət elədim, kofemi içdim. İndi mənim ayrı tələbələrim gəldi, biraz da dəyişdim əynimi. İndi istəyərdim sizə balaca tələbəmi təqdim edim. Adı Fərhaddır. Fərhad, necəsən? Yaxşıyam. Между уроками у меня сейчас перерыв. Sabina mənim çox istedadlı tələbəmdir. Çox istəyirəm onu. Həm pianoya gəlir, həm vokala gəlir. Çox istedadlıdır. Ona da uğurlar arzu edirəm. Guasta, guasta, guasta. Guasta, guasta, guasta. La ha 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 ha. L'amour est enfant de bohème. Il n'a jamais, jamais connu de loi. C'est une amie du chemin. C'est jamais madame de toi. La ha 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 ha. La ha 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 ha. La ha 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 ha. La ha 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 ha. La ha 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 ha. Tüm tələbələrimlə, hamısıyla dostluq. Həm sənə də dostluq. Bizdə belə şey yoxdur müəllimə. Hə, qızım, gəl. Ona görə sevi-sevi gəlirlər yanıma.
Düşünürəm ki, sizin üçün də çox maraqlı oldu. Tələbələri tanıdınız. Rəylərinizi yazın. Mənə çox maraqlıdır. Yenə də görüşəcəyik.